Bugün biz hamımız əziz dostumuzu itirmişik. Bizim için çok ağırdır. Ama bütövlükdə itki tek bizim yok millətimizindir. Millətimiz çok fedakar bir oğlunu itirib. Millət üçün yaşayan, özünü bu yola qurban vermiş, her cəhətdən nümunə olan xalq hərəkatının sadiq bir oğlunu itirib millətimiz. Milletimizin başı sağ olsun. Allah əzizimizə rəhmət eləsin. Həsən bəy bütün şuurlu fəaliyyəti ilə bu xalq üçün nümunə yaradıb. Mərdliyin nümunəsini yaradıb. Dürüstlüğün nümunəsini yaradıb. Ardıcıllığın, səbatlığın nümunəsini yaradıb. Harada olubsa başımızı uca eləyib. Həsən bəy öz varlığı ilə siyaset iğrenç peşedir diyenlerin ağzının üstünden şapalaq vurub. Öz nümunəsiyle gösterip ki millete nece təmənnasız xidmət eləmək olar. Ve bugün biz hamımız şahidik ki milletimizle siz başta olmakla herkes ona değer verir. Allah hamınızdan razı olsun. Hakka dayak olduğunuz için, hakkın qədrini, ədaletin qədrini bildiğiniz için. Aziz dostlar, acımız çok böyüktü. Təsəllimiz odur ki, bizim aziz dostumuz ləyaqətiyle yaşadı, ləyaqətiyle bu dünyadan köçtü ve bir simbol yarattı. Allah bizlerin her birine de ləyaqətlə bu dünyadan köçmeyi nəsib eləsin. Amin. Aziz dostlar, hamımız üçün təsəllimiz odur ki, Həsən bəyin uğrunda özünü fəda elədiyi bu mübarizənin çoxlu sayda ardıcılları var. Allah'ın köməkliyi bu yol devam edecek. Biz bu mübarizədən vaz keçməyəcəyik və Əbülfəz Elçi bəy, Həsən Kərimov kimi bu yolda itirdiğimiz bütün mübariz dostlarımızın, kardeşlerimizin amalının bu ülkede gerçekleşmesi için bundan sonra da mübarizemiz devam edecek. Həsən bəy özündən sonra çok büyük bir boşluk koyacak. Onun yerini doldurmak mümkün olmayacak. Allah bizim hamımıza güç, səbir versin bu acını yaşamağa. Sizin hamınıza təşəkkür edirəm. Bugün burada olduğunuz için, Həsən bəyin karşısında son borcunuzu yerine getirdiğiniz için, qədir bilən olduğunuz için Allah hamınızdan razı olsun. Ölenlerinize rəhmət eləsin. Həsən bəyə Allah rəhmət eləsin. Değerli dostlar, bugünləri biz Azərbaycan Milli Hərəkatının, Demokratik Hərəkatının çox qiymətli bir nümayəndəsinin, fədakar bir üzvün övladlarının yanına gətirmişik. Həsən bəy həyatının böyük bir hissəsini xalq işinə sərf elədi. Azərbaycan Xalq Cəbhəsi, Xalq Hərəkatı yaranandan bəri Həsən bəy bu hərəkatın önündə gedənlərdən oldu. Şərəflə, ləyaqətlə, namusla millətə xidmətin nümunəsini yaratdı. Xalqa xidmətin nümunəsini yaratdı. Həsən bəy dost üçün canını fəda etməyə hazır adam idi. Millət üçün canını fəda etməyə hazır adam idi və hər kəsin işinə yarayırdı. Hər kəsin yanında olmağa çalışırdı. Öz xəstə ürəyi ilə Azərbaycan Xalq Cəbhəsinin döyünən qəlbi idi, ürəyi idi. Və gerçəkdən bu böyük itkidir. Həsən bəyin itkisi böyük itkidir. Onun yeri görsənəcək. Amma o öz varlığı ilə bir nümunə yaratdı. Dirilik nümunəsi yaratdı. Milli diriliyin bir örnəyini verdi. Millətə xidmətin, xalqa xidmətin bir örnəyini verdi. Gördüyü işlərin müqabilində heç vaxt mükafat ummadı. Mən yaxşı xatırlayıram. Cəmisi bircə il o Səbail rayonunun icra başçısı oldu. Və bilirsiniz ki, bu Bakının mərkəzi rayonlarından biri idi və ziyalı rayonu idi. Ziyalısından tutmuş adi vətəndaşına qədər o rayonda hər kəs Həsən bəyə böyük sayğı ilə yanaşırdı, böyük diqqətlə yanaşırdı, hörmətlə yanaşırdı. Çünki o bir il
Həsən bəyin bu millətin, o rayonun ərazisində yaşayan insanların qəlbinə, xatirəsinə, hafizəsinə daxil olmaq üçün yetərli idi. Və Həsən Kərimov gördüyü bütün xeyirli əməllərin mükafatını öz vicdanından alan adamlardan idi. O nəslin adamlarından idi və heç nədən umacağı yox idi. Bu günləri sizlərin iştirakı ilə bu dəyərli dostumuzu biz son mənzilə yola salırıq və nə deyə bilərik? Allah qəbrin nurla doldursun. Allah o dünyasını versin. Və bu dünyada Həsən Kərimov bir ləyaqət, şərəf, namus nümunəsi qoydu. Allah rəhmət eylesin. Həsən bəy, yəni bir 25 yıl olar tanıyırdım. Hərəkat dönəmində Sovet İmperiyasına qarşı mübarizə aparanda, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparanda, Qarabağın qorunması, müdafiəsi uğrunda mübarizə aparanda, Azərbaycanın gələcək demokratik inkişaf yolu uğrunda mübarizə aparanda bir yerdə olmuşdur. Və bir insan kimi hər zaman tanımışam, sevmişəm, hörmətləmişəm Həsən bəyə. Çünki təkcə iclaslarda, mitinglərdə, mübarizə meydanlarında yox, dost məclislərində də olmuşuq, yol yoldaşı olmuşuq, Azərbaycanın bir çox bölgələrinə birgə səfər etmişik. Və bir insan kimi dəyərləndirmişəm, çünki bir dost kimi də, insanın qədrini bilən bir şəxs kimi də Həsən bəyi hamınız yaxşı tanıyırsınız. Həsən bəy ömrü boyu bu millətə xidmət elədi, bu xalqın gələcəyinə xidmət elədi. Bütün gücünü bu milletin yolunda koydu. Ona göre de o dediğim müstəqillik uğrunda mübarizə döneminde de, hakimiyyətdə olduğumuz dönemde de xalqın yaddaşında fədakar, dürüst bir insan kimi qaldı. Bizim hakimiyyətimiz haqqında, İlk Bey hakimiyyəti haqqında çox yalanlar, böhtanlar danışırlar. Ancaq da bu yalanların, böhtanların sırasında da korrupsiya, rüşvət məsələsində toxunmağa cəsarət eləmirlər. Çünki bizim insanlarımız təmiz işləyirdilər, xalqa xidmət edirlər, özlərini düşünmürdülər. Və sonraki 22 illik bugüne kadar keçən müxalifət dönemindeki o məhrumiyyətlər də, çətinliklər də bu insanların, Həsən bəy kimi şəxsiyyətlərin Elçi bəy dönemində nə qədər təmiz, dürüst işləməsinin nəticəsidir, göstəricisidir. Həsən bəyin yerini doldurmaq təbii ki mümkün değil. Çünki heç bir şəxsi əvəz eləmək mümkün değil. Allah hər bir insanı unikal yaradır. Heç kim heç kimi əvəz eləyə bilməz. Ancaq yolu davam elətdirmək, o işi davam elətdirmək, nə qədər ki həyatımız var, yaşayırıq. Bu bizim borcumuzdur, missiyamızdır və bunu edəcəyik. Və bunu tarix də qiymətləndirəcək, xalq da qiymətləndirəcək. Necə ki bugün Həsən bəyin dünyasının dəyişməsi Azərbaycanda yüz minlərlə insanı kədərləndirdi. Minlərlə insan onun dəfn mərasiminə, yas mərasiminə qatılmaq istədi. Yüzlərlə insan onun cənazəsinin çiynini verməyə çalışdı. Yəni, bunu düşünmək lazımdır ki, həyatın sonunda həmin gün gələndə önemli olan odur ki, nə qədər insan bu insanın dünyasının dəyişməsindən kədərlənir, nə qədər insan bu insanın boşluğunu hiss eləyəcək. Və bir həqiqəti də dərk etmək lazımdır ki, biz bir-birimizin çiynində gedəcəyik. Bunu da hər kəs başa düşünür. İnsanların qədrin, qiymətini bilmək lazımdır. Müxtəlif mərhələlərdə, müxtəlif səviyyələrdə, müxtəlif mübahisəli mövzularda nə olur olsun, bunu anlamaq, bilmək lazımdır ki, bizlər bir-birimizin çiynində gedəcəyik. Bugün Həsən bəy haqq dünyasına qovuşdu. Allah ona rəhmət eləsin, ruhunu şad eləsin. Bizim borcumuz onun xatirəsini yaşatmaqdır. Onun getdiyi yolu, Rəsulzadə Elçi bəy yolu dediğimiz yolu davam elətdirməkdir. Onun övladlarının, yaxınlarının qardaşı kimi, yaxını kimi onlarla bir yerdə olmaqdır. Hər birimiz gücümüz çatan qədər bu işi də görəcəyik. Tanrı Həsən bəyin ruhunu şad eləsin.